Yerin altında yerləşən bu məkanın unikallığı mağaranın içərisində böyüyən böyük tropik meşədir. Hətta buranın özünə məxsus iqlimi də var. Bəs necə olur ki, yerin altında meşə böyüyə bilir? Bəlkə bu möcüzə bizə təbiətin hər şeyə qadir olmasının açıq-aşkar izahıdır. Gəlin bu möcüzəli yeri birlikdə tanıyaq. Yeraltı dünya ilə maraqlananlar üçün bura əsl tapıntıdır. Mağarada yaranan buludlar insanı buranın sanki başqa bir dünya olmasına inandırır. Bu yeraltı dünyada 250 növ müxtəlif bitki və heyvan məskunlaşıb. Kiçik balıqlardan tutmuş, rəngarəng meymunlara qədər. Və hamısının da məskəni yer səthindən 150 metr dərinlikdə olan Shandong mağarasıdır. ...1991-ci il. Yerli əhalidən bir nəfər mərkəzi Vyetnamın sıx meşələrində odun doğrayarkən kolların arasında gizli bir dəlik olduğunu görür. İçəridən qəribə səslər gəlirdi. Çox güman ki, bu çayın səsidir deyə kəndli fikirləşir. Buranın dünyanın ən böyük mağarası olduğunu ağlına belə gətirməyən kəndli bu tapıntısı haqqında ətrafdakıları da bilgiləndirir. Amma mağara düz 18 il tədqiq olunmamış qalır. Nəhayət, 2009-cu ildə söhbətdən Britaniyalı araşdırmaçılar xəbərdar olurlar. Mağaranı tətbiq etmək üçün Howard və Deb Limbertsin rəhbərlik etdiyi ekspedisiya təşkil olunur. Mağara təxminən 2-5 milyon il əvvəl yeraltı çayın əhəng daşı laylarını aşındırması nəticəsində yaranıb. Aparılan analizlər onu göstərir ki, mağara dinozavrlardan öncə də var idi. Bu isə 400 milyon il deməkdir. Burada dünyanın ən böyük mağara inciləri daşları və nəhəng stalaktit, stalagmit strukturları var. Mağaradakı çaylar isə yağış suyunun içəri axması nəticəsində yaranıb. 2018-ci ildə yeraltı labirintlərlə zəngin olan Shandongdakı göllərin birində suya dalan dalğıclar mağaranın yeni, hələ məlum olmayan ərazilərini kəşf ediblər. Bəzi yerlərdə suyun dərinliyi 78 metrə çatırdı. Göl və çaylardan başqa mağarada uçsuz-bucaqsız yollar var və burada saatlarla gəzmək olar. Bura gözəl, əsrarəngiz olduğu qədər də təhlükəlidir. Amma bu dumduru göllərdə çimmək də mümkündür. Mağaranın uzunluğu təxminən 9 kilometrdir. Hündürlüyü 200 metrə çatır. Bu, Empire State Building'in hündürlüyü qədərdir. Eni 150 metrə çatır. Həcmi 38,5 milyon kubmetrdir. Bu, o deməkdir ki, içərisində 40 mərtəbəli bir bina yerləşdirilə bilər. Strukturunun unikallığı isə odur ki, mağaranın içərisində meşə böyüyür və hətta özünə məxsus iqlimi var. Bəs necə olur ki, yerin altında meşə böyüyə bilir?
Məsələ burasındadır ki, mağaranın tavanındakı çökəkliklərdən günəş işığı daxil olur və bu fotosintez üçün şərait yaradır. Yarasalar, tropik böcəklər və hətta bəzi nadir qurbağa və balıq növləri burada yaşayır. Bəzi su canlıları bu qədər izolyasiya olunmuş mühitdə yaşadıkları üçün korlaşıblar. Mağaranın rütubət dərəcəsi, işıqlanması və temperaturu hər yerdə eyni deyil və bu səbəbdən də müxtəlif canlılara rast gəlmək olur. Mağarada araşdırmalar aparılmadan öncə bura ruhlar evi deyirdilər. Şondonqun içərisindən gələn uğultu və müxtəlif səslər kəndliləri inandırmışdı ki, burada mistik güclər var. Amma sən demə, bu səs çayların axınından və damcıların düşməsindən yaranan əks-sədadır. Bundan əlavə, mağaraya daxil olmaq istəyən kəndlilər burada bəzən sıx dumanın olduğunu görürdülər. Bu da qeyri-adi və mistik bir görüntü yaradırdı. Sanki içəridə ruhlar aləmi varmış kimi. Digər tərəfdən isə əvvəllər heç kim mağaranın sonuna qədər getməyə cürət etməmişdi. Sonsuzluğa uzanan qaranlıqla kilometrlərcə irəliləmək elə də asan deyildi. İçəri girənlər sonsuz qaranlıqla qarşılaşdıqları üçün buranın ölülərin və ruhların yaşadığı yer kimi izah edirdilər. Sürüşkən daşlar, su basması və bir çox amillər də mağarada olanlara psixoloji olaraq qorxu aşılayırdı. Qorxu, mistik inanclar birləşərək Şondonq haqqında bu cür miflər formalaşdırmışdı. Amma bütün bu mistik ab-havaya və mağaranın hələ də tam tədqiq olunmamasına baxmayaraq, hər il 1000 nəfər turist Şondonqun əsrarəngizliyi ilə tanış ola bilir. Mağaraya giriş üçün rəsmi icazə, sağlamlıq vəziyyəti və fiziki hazırlıq tələb olunur. Çünki bura səyahət 4-5 gün davam edir. Mağaranın içində çadırlarda qalırlar. Tur xüsusi bələdçilərin köməyi ilə davam edir. Mağarada od qalanmaq, canlıları narahat etmək, hətta daşlara toxunmaq belə olmaz. Elə bilməyin ki, bura hər kəs gedə bilir. Qorxu hissi yüksək olan insanların mağaraya səyahəti arz olunmazdı. Şondonqa səyahət etmək elə də ucuz deyil. Turun qiyməti 3000-3500 dollara başa gəlir. Bu 5100-5950 manat eləyir. Şondonq mağarası dünyada bənzəri olmayan bir məkandır. Bu yer bizə təbiətin nə qədər güclü ola biləcəyini göstərir. Mağara sanki yer üzündə başqa bir planetdir. Kim bilir, bəlkə də sivilizasiya haqqında bir çox suallar da elə bu mağaranın gizli və sirli daşlarında yatır.